İzləyicilərim diplomatik jurnalist olaraq araşdırdığım bütün məsələlərə diqqətlə və qərəzsiz yanaşdığımı çox gözəl bilir və bu gün sizə Azərbaycanın ən prestijli və etibarlı şirkətlərindən biri olan Kral Qrup haqqında məlumat verəcəm. Peşəkar fəaliyyətimdə fərqliliyin önəmini anlayan biri kimi deyə bilərəm ki, illərdir öz nüfuzunu qazanmış bu şirkət ölkəmizdə avtomobil icarəsi sahəsində hər zaman müştəri məmnuniyyətini ön planda tutaraq rahat və etibarlı icarə xidmətləri ilə fərqlənməyi bacarıb. Hadisələrin inkişafında yeniliklər hər zaman diqqət cəlb etdiyi kimi, avtomobil lizinq xidmətləri ilə sektorda yeni bir dönəm yaradan Fintech Leasing, avtomobil sahəsindəki ən son yenilikləri və sərfəli təklifləri ilə xüsusi olaraq sərfəli faiz dərəcələri və müştərilərə öz avtomobillərini əldə etmək üçün rahat imkanlar yaradır. Sağlamlığın insan həyatının ən önəmli şərti olduğunu bildiyim üçün hər bir təqdimatımı izləyicilərə sağlamlıq diləyərək bitirirəm. Kral Təbabət də sağlamlığınıza verdiyi dəyərlə fərqlənən, uzun illərdir fəaliyyət göstərən bir digər Kral Qrup şirkətidir. İnsanlara xidmət edərkən xüsusən də müalicə və profilaktika sahəsində göstərdiyi diqqət və yanaşma ilə xalq arasında böyük etibar qazanıb. Diplomatiya qarşılıqlı etimad əsasında qurulduğu kimi, Kral Construction-da müasir tikinti layihələri ilə qeyri-yaşayış obyektlərinin inşasında həm keyfiyyətli, həm də innovativ yanaşmaları ilə etimad qazanıb. Vicdanlı yanaşma etibar əldə etməyin mühüm amili olduğu kimi, Kral Construction-ın işlərinə olan etibarını artıran ən mühüm amillərdən biri də onun şəffaf, vicdanlı və peşəkar iş prinsipləri, zamanında təhvil vermə və müştəri məmnuniyyətini ön planda tutmalarıdır. Kral Qrupda fəaliyyət göstərdiyi bütün sahələrdə yalnız müştəri məmnuniyyəti və keyfiyyətli xidmətlə deyil, həm də cəmiyyətin hər təbəqəsinə qayğı və dəstək göstərməklə tanınır.